Bir kvadratı 1140 manatdan Kupçalı orta mərtəbə Novostroykadan mənzil sizə təklif edilən Heydər Əliyev prospektinin üstündə deməli 122 kvadrat qiymət deyim 139 min manat. Sənət Kupça tam əşyalı 10 mərtəbəli Novostroykanın 3-cü mərtəbəsi alqı-satqı günündə hasar təhvil verilir. Bu mənzilimiz satılmışdı, daha doğrusu 20 gün behi qaldı, mənzil sahibi alan adam pul düzəlmədi deyə təzədən satışa çıxdı. Deməli, bazarda alternativi yoxdur. Bu qiymətlər qanuni 3 otaq 122 kvadrat 139 minə belə bir mənzil tapa bilməzsiniz. Alqı-satqı günü hasar təhvili verilir. 2 ədəd eyvan hissəsi var və baxışı birbaşa Ceyranbatan gölünədir. Xırdalanda Heydər Əliyev prospektinin üstündə Blue City-yə tam yaxın yerdəki giriş hissəsi yekə belə qəşəng şkafı, sağda belə bir şkafı. Hamam sanuzellərimiz ayrı-ayrılıqladır və sanitar qovşağı və hamam otağınızı tanış edeyim. Burada hamam otağı və geniş mətbəximiz. Mənzil çox geniş bir mənzildir. 122 kvadratlıq bir mənzildir. Və burada geniş mətbəxi, soyuducudur, paltaryandır. Təbii ki, A'dan Z'yə bütün əşyalar qalmaq şərtində. Sənət Kupçalı ipoteka ilə verilmir. Satış nasıl satışdır, dəyərli müştərilərimiz. İpotekaya görə zəng eləməyin. Və mənzilimizin birinci yataq otağı, bu yataq otağından da o biri yataq otağından eyvana çıxışı var. İkinci bir yataq otağını çəkir təqdim edir. Oradan eyvan hissəsinə çıxarır. Burada ikinci belə bir yataq otağı. Qanuni 3 otaq 122 kvadratdır. Super təklifdir. Bir günə satılmışdı. Prosto qismət alan adamın pulu düzəlmədi. Və geniş eyvan hissəsi və eyvan hissəsi baxışı birbaşa Ceyranbatan gölünədir. Gözəl belə bir panoraması. Heydər Əliyev prospektidir. 100 metr qabaqda da Blue City yaşayış kompleksi yerləşir. Və burada həm oradan, həm bu bir yataq otağından eyvana çıxışı var. Qazı var, suyu var, işıq var. Aralı dur, elə buradan qiyməti deyək. Deməli, 139.122 kvadrat Kupçalı ipoteka ilə satılmır. A'dan Z'yə hər şey qalır. Gözəl belə panoraması olan və Heydər Əliyev prospektidir. Əsas yolun üstündədir. Bütün maşın sistemi, binanın yanından 135'dir, 199 gənclikdir, əcəmidir. Ondan sonra şəhərin çox istiqamətinə maşın sistemi işləyir. Əla təklif, əla qiymət. Haçar var. Xahiş edirəm, evə baxdıqdan sonra qiymət yenə endirim nəzərdə tutulub. Bugünlük bu qədər, sağ olun, var olun.